Yunan-Roma güləşi üzrə yığma komandamız qarşıdakı yarışlara hazırlaşır. Belə ki, onlar Qubada təlim məşq toplanışındadılar. Özü də Amerika Birləşmiş Ştatlarına olan rəqibləri ilə birlikdə təlim məşq toplanışına yığışıblar. Komandamız ilk olaraq iyulun 17-sinə 20-sinə kimi Macaristanın paytaxtı Budapeştdə keçiriləcək reyting turnirində qüvvəsinə nəzər yetirəcək. Əsas hədəf isə payızda keçiriləcək dünya çempionatıdır. Belə ki, sentyabrın 13-dən 21-nə kimi Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək dünya çempionatında planetin ən güclü güləşçiləri bir araya gələcəklər. Yunan-Roma güləşi üzrə komandamızda dünyanın ən güclü kollektivlərindən hesab olunur və qarşıdakı məsul yarışlara ciddi hazırlaşır. Qarşıdan dünya çempionatı gəlir. Hal-hazırda Qubada təlim məşq toplanışı keçirik. Təlim məşq toplanışının əsas məqsədi fiziki və taktiki plandır. Bundan sonraki zborumuz da elə Qubada olacaq. Ondan sonra bir dənə turnir bizi gözləyir. İnşallah ki, həmin turnirdə dünya çempionatına hazırlıq start kimi bir turnirdir. İnşallah ki, ona da yaxşı hazırlaşıb, yaxşı nailiyyətlər verəcək. Artıq biz Qubada bir neçə dəfə təlim məşq toplantılarında iştirak eləmişik. Həm fiziki təlim toplantılarında, həm texniki taktiği. Hal-hazırda fiziki təlim məşq toplantısındayıq. Və qeyd etdiyiniz kimi bizim qabaqda bizi möhtəbər yarış gözləyir sentyabr ayında dünya çempionatı və ona görə bir neçə start yarışlarımız var. Və məhz Macaristanda keçirilən reyting turniru da bu yarış üçün start yarışlardan biridir. Bütün komanda şəklində yaxşı hazırlaşmışıq. Ümid edirəm bu səfərdə güləş sevənlərin etimadını doğrulacaq. Həm fiziki, həm texniki məşqlərimiz var. Burada irəlidəki yarışımız, hədəfimiz dünya çempionatıdır. Komanda şəklində ona hazırlaşırıq. İnşallah inanır ki, komanda şəklində uğur nəticə göstərəcək. İşimiz fiziki hazırlıqdır. Döşəkdə də bəzi texniki, taktiki məsələlərə fikir veririk. Qonaq komanda da gəlib, Amerika yığma komandası gəlib. Hər şey əladır. Qarşıdakı yarışlar haqqında onu deyə bilərəm ki, bir çox qarşıda yarışlar var. Məşqçilərin qərarı önəmlidir. Hansı yarışda, hansı turnirdə özümüzü yoxlayacağıq, buna məşqçilər qərar verəcək. Hazırlıqlarımız plana uyğun şəkildə davam edir. Qubada daha bir təlim məşq toplanışımız olacaq. Fiziki hazırlığa daha çox önəm veririk və xalça üzərində bu hazırlığı tətbiq edirik. Məqsəd öncə reyting xarakterli turnirə hazırlaşmaqdır. Bu yarışda güləşçilər reyting xalları qazanacaqlar. Və təbii ki, hazırlıq prosesinin yekun hədəfi dünya çempionatında uğurlu nəticə qazanmaqdır.